Vətən müharibəsi qəhrəmanı adı verilmiş şəxslərə 2200 manat, Azərbaycan Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün 2000 manat, şəhid ailəsi üçün 700 manat, 20 yanvar şəhidinin ailəsi üçün 700 manat, Əfqanistanda Sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə 700 manat. Müharibə və ya 1990-cı il 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə, orqanizmin funksiyalarının 81-100% pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 600 manat, orqanizmin funksiyalarının 61-80% pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 500 manat, orqanizmin funksiyalarının 31-60% pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 400 manat, orqanizmin funksiyalarının 81-100% pozulmasına görə və ya 18 yaşına dək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə 120 manat. Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100% pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə, gözdən əlilliyi olan şəxslər istisna olmaqla 250 manat, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100% pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə 350 manat.